Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasa giriş sözü ilə akademik İsa Həbibbəy açaraq tədbirin gündəliyini diqqətə çatdırıb. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevin Novruz bayramı ənənə və müasirlik mövzusunda məruzəsi dinləndi. Hikmət Quliyev qeyd edib ki, Azərbaycan xalqının milli mənəvi dəyərlər sistemini özündə cəmləşdirən, onun milli və mədəni kimliyini, həyat fəlsəfəsini, mənəvi dünyasını, estetik zövqünü və inamlarını parlaq şəkildə əks etdirən Novruz bayramı xalqımızın tarixi mədəni yaddaşlarında xüsusi yer tutan mühüm və çox şaxəli mədəniyyət fenomenidir. Vurğulayıb ki, son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən institusional islahatlar və elmi fəaliyyətin yeni prioritet istiqamətlər üzrə təşkili Novruz bayramı fenomeninə həm də müasir elmi metodoloji yanaşmalar kontekstində yenidən nəzər yetirilməsinə zəruridir. Bu baxımdan Novruzun tarixi, mifoloji, sosial mədəni və ritual semantikasının çağdaş elmi metodologiyalar əsasında daha sistemli və konseptual şəkildə araşdırılması aktual elmi vəzifələrdən biri kimi çıxış edir deyə Hikmət Quliyev vurğulayıb. Məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir və təkliflər səsləndirdi. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəy bildirib ki, akademiya uzun illər milli mənəvi dəyərlərimizin Azərbaycançılıq ideallarının əsas daşıyıcı qüvvələrindən biri olmuşdu və bugün təqdim edilən məruzə müasir qloballaşma şəraitində Novruz bayram ənənəsinin yeni nəsillərə çatdırılması məqsədini daşıyır. Sonra iclasda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə hazırlanmış yeni elektron resurs təqdim edilib. Layihəni təqdim edən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, müasir texnologiyaların imkanları ilə hazırlanan platforma böyük sənətkarın zəngin irsini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır. Onun sözlərinə görə resursda şairin avtobiografiyası, əsərləri, kitabları və şeirləri geniş şəkildə təqdim olunur. Hüseyn Hüseynov qeyd edib ki, elektron bazada o cümlədən sənətkarın dövlət mükafatları, fəxri adları, orden və medalları barədə məlumatlar toplanıb və elektron resurs Mərkəzi Elmi Kitabxananın saytına inteqrasiya ediləcək və bütün oxucuların istifadəsinə veriləcək. Daha sonra iclasda Azərbaycan Respublikası Prezidentinin xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında 23 fevral 2026-cı il tarixli sərəncamının icrası ilə bağlı amayanın tədbirlər planı müzakirə olunub. Akademik İsa Həbibbəy qeyd edib ki, sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçıları Birliyi və aidiyyatı qurumlarla birgə şairin 120 illiyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. İclasda həmçinin Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planının təsdiq edilməsi haqqında 27 fevral 2026-cı tarixli sərəncamının icrasından irəli gələn vəzifələr barədə müzakirələr aparılıb. Rəyasət Heyəti tərəfindən qeyd olunan məsələ ilə bağlı müvafiq qərar qəbul olunub. İclasda həmçinin Azərbaycan Respublikasının Terminologiya Komissiyasının nəzdində şəxs adları komissiyasının yeni tərkibi təsdiq edilib. O cümlədən bir sıra kadr məsələlərinə də baxılıb. Bundan əlavə, akademik Vəli Axundovun 110, akademik Tofiq Hacıyevin 90 və Amayanın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyləri haqqında qərarlar qəbul edilib. İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, Amayanın müxbir üzvü Qurban Yetirmişli və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Sonda çıxış edən akademik İsa Həbibbəy Amayanın kollektivini ilaxır çərşənbə Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb. Leyla Namiq qızı Ziyaxudiyev, Fərid Həşimov, Elm TV.